Möhtəşəm UFC gecəsinə cəmi bir gün qalıb. UFC döyüş həftəsində artıq 3-cü gündür. Bugün Bakı Kristal zalında həm təntənəli çəki ölçmə mərasimi, həm də üzləşmə tədbirləri baş tutacaq. Bütün bunlar isə azarkeşlərə, ictimaiyyətə açıq şəkildə baş tutur. Təntənəli çəki ölçmə mərasimindən əvvəl mütləq döyüş çempionatının tanınmış simaları, hazırki ağır çəki çempionu Merab Dvalishvili və Belal Məhəmməd səhnəyə çıxıblar. Gürcüstandan və ABŞ-dən olan döyüşçülər fanatların suallarını cavablandırıblar. Daha sonra təntənəli çəki ölçmə mərasimi və üzləşmə keçirilib. Bakı gecəsinin əsas döyüşündə keçmiş yüngül ağır çəkidə UFC çempionu, 4-cü reytingdə yer alan Jamal Hill və 7-ci sırada yer alan kiçik Xəlil Rountree çıxış edəcək. Tarixi gecədə ikinci ən vacib döyüş reyting cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə Çilili Ignacio Bahamondes arasında keçiriləcək. Digər təmsilçimiz Nazim Sadıxov Braziliyalı Nikolas Motta ilə münasibətlərinə aydınlıq gətirəcək. UFC-nin debütantı Tofiq Musayev isə Qırğız Mıktibek Oralbay ilə üz-üzə gələcək. Qeyd edək ki, Bakı Kristal zalında keçiriləcək UFC Fight Night-da 12 döyüş baş tutacaq. Turnirə saat 19-da start veriləcək.